Allah subhanahu wa ta'ala buyurur ki: "Və mə alimtum minəl cəvarihi." Fikir verin, burada sizə bir misal deyəcəm qardaşlar. Subhanallah, həqiqətən də dəhşətdir. Yəni Allah Taala yəni nəinki bu dünyada bilən insanların şərəfini, bilən insanların qədrini, qiymətini qaldırır, hətta alim olan, yəni bilən, öyrədilən məxluqların belə şəni bilməyənlərə nisbətdə daha ucadır. Subhanallah, fikir verin. Allah Taala buyurur ki: "Və mə allamtum minəl cəvarihi." Allahın sizə öyrətdiyindən təlim edib əhilləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edilmişdir. Fikir verin, subhanallah. Yəni o bitləri yoxdur qardaşlar. Şəriətdə indi fiqhdə inşallah keçəcək. Hansı ki, əgər it Allah özünüzdən irad etsin. Əgər it öyrədilmişdirsə, ov bitirdisə, öyrədilmiş itdirsə ki, o gedib gətirdiyi ovu parçalamayacaq, ondan nəsə yeməyəcək. Bu öyrədilib də, düzdürmü? O öyrədilmiş itin Allah şərt qoşur ki, əgər öyrədilibsə, deməli, nə edir? Onun gətirdiyi ətlər, onun gətirdiyi ovlar sizin üçün halaldır. Amma fikir verin, şəriətdə belə bir şey var ki, qardaşlar, əgər it öyrədilməyibsə, öyrədilmiş it deyilsə, hətta o gedib gətirsə belə, onun artıq gətirdiyi haram yemək olmaz. Çünki öyrədilmiş it deyil. Subhanallah, fikir verin, yəni bilməyənlə bilən, hətta heyvanların arasında belə fərq edir. Allahu akbar. Yəni bilən, öyrədilmiş, bilən it, bilən heyvan bilməyənlərə nisbətdə qədri qiyməti daha yüksəkdir. Necə olsun ki, Allah Taala elm sahiblərini yüksəltməsin bu dünyada. Yəni fikir verin, Allahu akbar. Yəni çox mühümdür bu. Yəni hansı ki onun bilməsi, o heyvanın bilməsi onu digərlərindən fərqləndirir. Və bu dünyada da siz elm tələb etdikcə, Allahın elmini öyrəndikcə, buna cəhd etdikcə, sizin də Allah subhanahu wa ta'ala digərlərinə nisbətdə dərəcələrinizi qaldıracaq.